Verilişin baş sponsoru Kalsi D3 Nikamet. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Ay Həkim davam edir dostlar. CBC Sport'a baxırsınız. Studiyada Doktor Tutu Zeynalovadır və bugün biz uşaq sağlamlığı və inkişafında gözdən qaçan məqamlardan danışırıq. Azərbaycan Tibb Universiteti Uşaq Xəstəlikləri Kafedrasının docenti Fəxriyə xanım Məmmədova studiyamızın qonağıdır. Fəxriyə xanım, bir də bir məsələ var ki, uşağı görməyə gələndə gələn əlini atır uşağın əmgəyinə ki, hə, yaxşıdır. Yox, elə bil tez bağlanır, elə bil çox açıq qalıb. Bu əmgək niyə bu qədər vacibdir? Niyə hər kəs bu mövzuda fikir bildirmək borcunda kimi hiss edir özünü ki, ananı da bəzən təşvişə salırlar. Bu da çox maraqlı bir məsələdir. Çünki düzdür, bir neçə il bundan əvvəl, 10 illər, 20 il bundan əvvəl bu əmgək doğrudan da mərkəz önündə idi həmişə. Çünki belə bir ehtimal var idi ki, əmgək tez bağlanır, uşaqda nevroloji problemlər olacaq və s. və belə bir beyin daxili təzyiqi var. Bəli. Belə köhnə diaqnozlar çox idi. Lakin sonra əks problemlə biz rastlaşdıq. Kifayət qədər çox tez bağlanmasının qarşısını almaq üçün analar hər cür belə deyək də əmələ atırdılar ki, bu bağlanmasın, gec bağlanmağa başladı. Kalsium vermədilər, D vitamini vermədilər. Baxmayaraq ki, bizim məsələn öz tövsiyələrimizdə, cədvəllərimizdə profilaktik olaraq D vitamini verilməli idi. Və analar vermədilər ki, bu sonradan tez bağlanacaq. Kifayət qədər digər problemlə yaşatdıq. Yəni, əmgək 1 yaşı tamam olmuş, yaş yarımdır, əmgək bağlanmır. Ona görə mən hesab edirəm ki, bu məsələdə yaxşı olar ki, həkimlərə öz, belə deyək, etibar eləsinlər. Bəli, və mütləq də yadda saxlanmaq lazımdır ki, əmgəyin bağlanması və yaxud açılmasını birbaşa dediyimiz kimi gələcəyin problemlərinə əlaqəsi yox. Daha çox uşağın kognitiv inkişafına fikir vermək lazımdır və vaxtında həkimlə məsləhət eləmək lazımdır. Və bu məsələdə, məsələn, əgər biz yadımızdadırsa, əvvəllər də bunu vurğuluyorduk ki, D vitamini vermək vacibdir. Baxmayaraq ki, biz belə bölgədə yaşayırıq ki, kifayət qədər günəş işığı var və s. Bunu yaddan çıxarmaq lazımdır. Çünki burada bir tendensiyadır, epidemiyada D vitaminin çatışmazlığı. Və bir də D vitaminindən danışmışkən, uşağın dayaq hərəkət sistemində yaranan problemlərdən istəyirəm danışaq və neçə yaşından hansı qida əlavələri və ya qida rasionunda hansı qidaları əlavə etməliyik ki, uşağın hərəkət dayaq sistemi möhkəm olsun gələcəkdə. Bunda deməli bizim öz qaydalarımız var. Biz əlavə qidaları adətən 6 aydan sonra daxil etməyə başlayırıq. Burada tövsiyələr adətən uşaqdan asılıdır, amma birincidir. Məsələn, tərəvəz püresindən başlayırıq, sonra sıyıqlar daxil olur. Bəzi hallarda əks formada, bu da uşaqdan asılıdır. Lakin vacib amil nədən ibarətdir? Uşaqda kifayət qədər zülal qidasında olmalıdır. Çünki əsas bizim, belə deyək, materialımız hansından ki, bizim bədənimiz formalaşır, bu zülaldır. Və onunla yanaşı olaraq, gözəl bilirsiniz ki, D vitamini yağda həll olunan vitamin olduğuna görə bizim valideynlərimiz elə bilir ki, bitki yağı daha faydalıdır, amma uşağa məhz heyvani mənşəli yağlar lazımdır. Belə deyək, yumurta sarısında olan yağlar, digər yağlar hansılar ki, məhz ətdən və s. gəlir. Ona görə vaxtında ət məhsulları, əlbəttə ki, yağlı olmayan və biz onu xüsusi bir qaydada hazırlayırıq, amma bu zülalın olması məhz onu təmin edir ki, uşaqda hərəkət dayaq sistemi normal inkişaf edir. Və bunu da yaddan çıxardırlar. Biz bugün gizli məqamlardan danışırıq ki, məsələn, kalsium verilirsə, onun sorulması üçün D vitaminin yanında olması vacibdir. Yəni, əgər D vitaminin çatışmazlığı, kalsium sorulmur və biz nəticədə problemlər yaşayırıq. Və bir yaşadığınız problemlərdən biri də düşünürəm ki, sosial mediadan söhbət düşmüşkən ki, bu mövzuda hətta bəzi həkimlərin belə imtina etdiyi və çaşqınlıq yaratdığı məsələ peyvəndlərdir. Bax, istəyirəm ki, bu mövzuya da toxunaq və nə vaxt olmalıdır, olunmasa nə olar, niyə bu qədər israr edirik?
Çox vacib. Milli özüm də istəyərdim buna toxunum. Çünki peyvəndlə bağlı problemlərimiz çoxdur. Çox gözəl bilirsiniz, bu son zamanlar bəzi bizim uşaq infeksiyalarının sayının çoxalması, məsələn, qızılcadır, göğüs kürəkdir. Bunun birbaşa peyvənddən imtina ilə bağlıdır. Bu vaxtında imtina eləyən uşaqlardır. Bəli, bəli. Deməli, birinci növbədə tək bizim problemimiz deyil. Yəni ki, biz tək Azərbaycanda bunu yaşamırıq, bütün dünya üzrə yaşayır, qlobal bir problemdir. Hətta əgər yəqin ki, oxumusunuz, bilirsinizsə, bu yaxında Amerika Birləşmiş Ştatlarında ilk qızılcadan ölüm hadisəsi uzun illər olmadığına görə 10 il ya 15 il olmadan sonra yenidən əmələ gəlir. Çünki onlarda da eyni vəziyyətdir. Bunun bir səbəbi bəlkə də bu pandemiyadan sonraki vəziyyətdir. Hardasa inamsızlıq yaranıb, hardasa peyvənddən imtinalar yaranıb, müəyyən konspiroloji autizmə aparıb bağlayırlar bu məsələni. Bəli. Bunu da bilirsiniz çox gözəl ki, əvvəl bu belə məqalə çıxıb, sonra o məqalə təqzib olunub. Çünki hesab olunub ki, hansısa digər səbəblərdən yazılmışdı. Bizim nevropatoloqlarımız çox gözəl bilir, psixoloqlarımız da birbaşa peyvənd almayan uşaqlarda da autizm inkişaf edir. Yəni bu haqda çox danışmaq olar, amma mən istəyərdim ki, valideynlərimizə üst tutub deyim ki, peyvənddən imtina çox təhlükəlidir. Uşağınızın özünə görə də təhlükəlidir. Çünki heç də hamı əmin deyil ki, çoxsu deyir ki, qoy keçirsin infeksiyanı. Amma biz əmin deyirik ki, bu infeksiyanı o yüngül formada keçirəcək. Heç kim eşədən sığortalanmır. Bəli, fəsadı olmayacaq. Digər tərəfdə əgər evdə başqa uşaq varsa, o daha zəifdir. İmmuniteti zəifdirsə, o da yoluxa bilər. O daha ağır keçirdə bilər. Ona görə bunu nəzərə almalıyıq. Cədvəldə, təqvimdə, bizim Azərbaycan Respublikasının təqvimində nəzərə alınan peyvəndlər hamısı yoxlanılmışdı, sübuta əsaslanmışdı. Onları etmək yaxşı olar və düzgündür. Bəzən də olur ki, belə bir məsələ də var. İndi mən tamaşaçı tərəfdən çıxış edirəm, həkim olsam da. Hər nə qədər gələn qonaqlara təbii ki, hörmətim var. Ancaq güvəndiyimiz həkimləri biz dəvət edirik efirə. Amma tamaşaçının mövqeyini də hər zaman nəzərə alıram. Bəzən olur ki, valideynlər söhbət etdiyi zaman biri deyir ki, yox, mən ancaq özəldə vurdururam uşağıma peyvəndi, 200 manatdır bir dəfəsi. 250, mən bacım yadımdadır ki, o vaxtda dedi ki, qorxuram birdən dövlətdə eləyərəm, pis olar. Yəni, niyyədir? Bu dövlətin marağı nədir? Sənə zərər versin. Hamı istəyir ki, uşağı sağalsın, sənin uşağın sağlam olsun, gələcəyimizə sağlam bir nəsil yetişdirək. Digər valideyn də başlayır özündə vicdan əzabı çəkməyə ki, mən görəsən dövlətdə elətdirdim. Deyirlər, oradakı, nə bilim, özəldə Fransanındır, dövlətdə Hindistanındır. Görəsən, mən uşağıma zərər verirəm. Analar xüsusilə bu dövrdə həssas olurlar. İndi imkanlısı var, imkansızı var. Bu peyvəndlər, yəni, dövlətdə vurdurduğumuzla, özəldə vurduğumuz arasında doğrudan da elə bir fərq mi var? Yoxsa bu sadəcə bir marketinqdir? Bu sadəcə olaraq bir marketinqdir. Çox qısa bir cavabdır. Çünki bizim özümüzün təcrübəmizdə, düzdür, mənim övladlarım çoxdan uşaq olublar. Amma o vaxtlar biz hökumət, belə deyək, poliklinikalarında vurdururduq. İndinin özündə də keyfiyyət yaxşıdır, yoxlanılmışdı. Hətta mən sizə deyim ki, orada bəzi hallarda saxlanılma şəraiti daha düzgün olur. Nəinki bəzi, belə deyək də, İraq klinikalarda. Çünki olur ki, bəzi çox məsuliyyətsiz klinikalarda lazım qədər temperaturda saxlanmır və biz burada daha çox dövlət məsələlərinə inanmalıyıq. Və deyim sizə ki, siz əgər təqvimə fikir versəniz, orada istehsalçı göstərilir, heç də adi ölkələr deyil, yəni yaxşı yoxlanmış ölkələrdir. Və mən indi öz övladım da çoxdan uşaq olub, yəni peyvənd dövrünü keçib, amma mən yadımdadır ki, mən də hamısını dövlət poliklinikasında elətdirdim və çox da razıyam o mənada ki, onlar özləri zəng edirdilər, yadımıza salırdılar, israr edirdilər ki, mütləq gəlin. Çünki bu uşağınız üçün lazımdır. Pediatr söhbət edirdi, izah edirdi. Yəni, nə lazımdırsa bu mövzuda da bir valideyn kimi, şükür Allah, hər şeydə yaxşıdır. Əgər icazə versəniz bir şeydən, buyurun, gözdən qaçan bir məqam kimi vurğulamaq istəyirəm. Bilirsiniz, çox gözəl ki, hər bir peyvəndin bir neçə dəfə olunan bir peyvəndlər var. Hansılar ki, müəyyən vaxt aşırı, yəni vurulmalıdır. Çox vaxt səhv nədən ibarətdir? Valideyn birini vurdurur, sonra digərini vaxtında gəlmir, düz deyirsiniz. Poliklinikadan çağırırlar, onlar gəlmirlər, sonradan bir neçə aydan sonra gəlirlər ki, davam eləsinlər. Amma bu çox böyük səhvdir. Çünki əgər o ardıcıllıq və vaxt məsafəsi saxlanılmırsa, biz immunitet almırıq. Hansı peyvənddir bu?
Məsələn, AKDS. bəli, AKDS hansı ki, qızılca, göy öskürək və difteriya qarşı olan bu çox vacibdir. Çünki əgər bu ardıcıllıq itirilirsə, siz uşağınızı artıq yerə allergizasiyaya məruz qalırsınız, yəni immunitet əmələ gəlməyəcək, lakin sizin birinci peyvəndiniz də boşuna gedəcək. O zaman taktika necə olmalıdır? Deyək ki, birinci peyvəndi eləmişəm, ikinciyə gəlməmişəm, üstündən nə bilim neçə ay, bir il keçib gəlmişəm ki, üçüncünü vurdurum. O zaman bu protokolu yenidən başa qaydırıq, yoxsa davam etməliyik? Təəssüflər olsun ki, davam etmək effekt verməyəcək. Ona görə təzədən başlayır. Biz ümumiyyətlə peyvəndi gecikdirə bilərik. Məsələn, əgər 2 aylığında başlamalıdırsa, müəyyən səbəblərdən xəstəlikdir, digər əks göstərişdir, 6 ayından başlaya bilərik. Lakin məsafə saxlanmalıdır. Yəni, bir aydan bir, sonra yenə də müəyyən vaxt keçəndən sonra, yəni bu ardıcıllıq mütləq saxlanılmalıdır. Valideynlərimizə də xahiş edirik ki, əgər ciddi səbəb yoxdursa, bir balaca burnu axır, biraz özünü pis hiss eləyirsə, o səbəbdən bu peyvəndlərdən qaçılmasın. Çünki əslində əks göstərişlər çox azdır. Bir də Fəxriyə xanım, belə bir sual verəcəm sizə. Müasirliyin gətirdiyi müəyyən xəstəliklər var, müəyyən yeni diaqnozlar və s. eşidirik. Uşaqlarda necədir? Bu müasir dövrün gətirdiyi hansı xəstəlikləri siz müşahidə edirsiniz təcrübənizdə ki, deyək ki, 10 il qabaq bu qədər bu diaqnozdan gəlmirdi uşaqlar, amma bugün bu xəstəliyin sayı artıb və yaxud yeni bir xəstəlik yaranıb. Birinci növbədə məncə allergik xəstəlikləri bunu vurğulamaq lazımdır. Həddindən artıq çox olur. Bir tərəfdən əlbəttə ki, diaqnoz daha çox qoyulur. Digər tərəfdən isə işlətdiyimiz multivitaminlər, digər maddələr, qida qatqı maddələri, qida qatqıları, onu mütləq toxunmalıyam. Fast food, digər, yəni qazlı içkilər, çox böyük paketlənmiş qidalar. Bəli. Bütün sənaye tərəfindən istehsal olunmuş qidalar nə qədər tez işlənilirsə, o qədər tez allergik reaksiyalar yaranır. Və ikinci böyük problem metabolik pozuntular, piyələnmə və ondan irəli gələn şəkərli diabet və s. problemi. Yəni, əgər əvvəllər biz piyələnməni kifayət qədər az rastlaşırdıq, bununla indi çoxalıb, çox gözəl bilirsiniz, birincisi, bəzən lockdownla bağlı, biraz onlayn dərslərlə bağlı. Pandemiyadan sonra çoxaldı müraciətlər. Ondan sonra müəyyən vərdiş yarandı və ailələrdə bu vərdişlə mübarizə aparmırlar. Çox gözəl bilirsiniz. Dünya Səhiyyə Təşkilatı deyir ki, məktəb yaşlı uşaq həftədə 3 dəfə ən azı 1 saat aktiv fiziki iş görməli. Hansı uşaq bunu edir? Hamısı gadgetlərlə və yaxud da kompüter arxasındadır. Düzdür, bu belə bir banal bir şey kimi görsənsə də, səslənsə də, amma bu böyük problemdir. Amma bir problem də nədən ibarət? Mən bunu öz təcrübəmdə görürəm ki, valideyn uşağı o qədər yüklüyür ki, təkrarçılıq olacaq bəlkə də ki, qonşunun uşağı skripkaya gedir, bu da getsin. Xalası oğlu şahmat oynayır, bu da oynasın. Mütləq 3 yaşında ingilis dilində danışmalıdır və s. və uşağı gətirirlər piyələnmə diaqnozu ilə. Deyirsən ki, həftədə 3 dəfə uşaq baxır ki, mən vaxtım yoxdur axı. Mən nə vaxt edeyim o idmanı və o qədər yorulur ki, zehni olaraq onun fiziki idmana heç bir vaxtı olmur. Buna görə də bax, istərdim ki, bu yükdən də danışaq ki, uşağın rejimi necə tənzimlənməlidir? Qida rejimi və gündəlik rejimi, yuxu saatı necə olmalıdır? Hansı yaşa uyğun olaraq necə? Birincisi, tamamilə düz buyurursunuz. Əgər bu uşaq yüklənibsə, bu yük bir-birindən deməli növbələşməlidir. Fiziki yüklə mütləq kognitiv, yəni psixoloji, mental olaraq bunlar bir-birindən növbələşməlidir. Əgər uşaq həftədə 3 dəfəsə dediyiniz kimi ingilis dilinə gedirsə, həmin 3 dəfədə idmana getməlidir. Bu idmanların çeşidi çox genişdir. Mən sizə deyim ki, bizim imkanlarımız da indi var. Biz bununla maraqlanmışıq. Kifayət qədər çox idman zallarımız var. Hər bir məktəbdə bu şəraitlər var. Sadəcə olaraq bizdə bəzi hallarda hesab olunur ki, uşaq daha çox biliklərini artırmalıdır, amma fiziki yüklənmə o qədər vacib deyil. Mən sizə deyim, yəni bəlkə də siz mənimlə razılaşarsınız ki, fiziki yüklənmə insanın əhvalını yaxşılaşdırır və oxuma qabiliyyətini də yaxşılaşdırır. Biz həmişə özümüz də bilirik ki, əgər biraz piyada gəziriksə, ondan sonra biz daha çox iş görmək istəyirik, nəsə əlavə oxumaq daha istəyirik. Daha xoşbəxt hiss edirik özümüzü. Xoşbəxt hiss edirik. Bunu yaddan çıxarmırıq. Biz axı istəyirik uşaqlarımız xoşbəxt olsunlar. Bəli, həmçinin də uşaqlardan yaxşı qiymətlər, yaxşı performans gözləyiriksə, mütləq bunun bir parçası fiziki aktivlik olmalıdır. Heç olmasa çıxın övladınızla parkda, çox gözəl parklarımız var. Hər gün olmasa da gün aşırı yarım saat, 1 saat gəzin. Həm özünüz ona nümunə olacaqsınız. Çünki işdən gəlib divanda uzanıb yatan atanın uşağına istədiyin qədər idmanın faydasından danış. Uşaq gözünü açır, görür ki, ana yemək bişirir, ata yeyir, yatır divanda və salam. Yəni günün rutini bundan ibarətdir. O hardan yəni idmanı təşviq edən
həm qida mədəniyyəti, həm fiziki aktivliyi də mütləq nümunə olaraq ailə üzvləri göstərməlidir ki, uşağın da sabah ona marağı yaransın və uşaqlar da həmişə istəyirlər axı ataya oxşamaq, anaya oxşamaq. Yəni eyni də bu idman məsələsindədir. Yuxu rejimi necə? Çünki bu gün müasir uşaqlar həm də gec yatır, doktor. Böyük problemdir. Biz həmişə danışanda rejimdən həmişə yaddan çıxır. Kimdən soruşursan, uşaq yox, birdən tez yatmır, 2-dən tez yatmır. Böyük problemdir. Çünki çox gözəl bilirsiniz, yuxuda bizim balansımız normallaşır. Texniki servis işləyir bədəndə. Bəli, biz bərpa olunuruq. Əgər biz fiziki və mental bərpa olunmursa, gələcəkdə səhər duranda biz artıq yeni, belə deyək, günə hazır deyilik. Nə, belə deyək, fiziki tərəfdən, nə digər tərəfdən. Siz vərdişdən danışdınız və nümunədən danışdınız. Bunu mən çox təşəkkür edirəm sizə ki, bu məsələni qaldırmışsınız. Çox vaxt valideyn deyir ki, biz özümüzdə gec yatırıq. Biz özümüzdə eyni vaxtda masaya oturub yemirik. Başa düşürəm, indi vəziyyət çətindir. Biri işdən bu vaxt gəlir, digəri daha gec gəlir. Heç olmasa bazar günləri. Çalışın ki, uşağınızla bir yerdə masa arxasında oturub eyni vaxtda qida qəbul edəsiniz. Bu çox böyük bir, belə deyək, təəssürat bəsləyir və göstərir uşağa və gələcəkdə o bu nümunəni davam etməyə istəyir. Və orada danışmaq lazım deyil, ancaq göz təması. Sizin uşağınıza lazım olan orada göz təmasıdır ki, özünü o zaman daha güvəndə hiss edəcək təbii ki. Çünki öncədən belə idi, amma indi masada otursalar belə hər kəs öz telefonundadır. Heç kimin fikrinə yeməkdə deyil, sonra da başlayır çeynəmək, yaddan çıxır həzmsizlik, sonra digər şikayətlər və uşaqlar da indi bugünkü müasir uşaqlar da hamısı telefonla, gadjetlə yatırlar ki, bu da onların mental sağlamlığına təsir edir və növbəti gün hətta 8 saat yatmış olsalar belə yorğun oyanırlar. Bu dərsdəki davamiyyətlərinə və nəticələrinə də təsir edir. Bəlkə hansısa sualı eşitmək istəyirsiniz, vermədim. Verilişimizin sonuna gəldik. Çox gözəl, axıcı söhbət oldu məncə, amma yenə də nəyisə vurğulamaq toxunduq və hesab edirəm ki, çox düzgün bir tərəfdən yanaşdıq. Yəni ki, qısa, konkret hər bir məqamdan dedik ki, valideynlər buna çox böyük fikir verməlidirlər və birinci növbədə uşaqlarını sevməlidirlər. Bəli, mütləq. Çünki insanı xəstələndirən sevgisizlikdir və bizim xəstələnməyə səbəb olan bədənimizə zərər yetirən, bəzən zədələnmiş ruhumuz olur. Və verilişimizin baş sponsoru Ştada şirkətinə bir daha təşəkkür etmək istəyirəm. Kalsium D3 Nikamet, portağal və limon dadlı çeynəmə tabletlərini sizə təqdim edir. Günə 3 fincandan artıq kofe içirsinizsə, hamiləlik dövründə, laktasiya dövründə, siqaret çəkənlər, spirtli içkidən istifadə edənlər mütləq kalsium ehtiyacınızın daha çox olduğunu bilin və kalsium D3 Nikamet preparatını təyinat üzrə istifadə edin. Çünki 25 ildən artıq mövcuddur, sınanmış və güvəndiyimiz bir preparat və beynəlxalq şirkətdir Ştada şirkəti. Hamilələr və 3 yaşdan yuxarı uşaqlar da istifadə edə bilər. Digər sponsorumuz Dr. Fərid Səlimovdur. Böyük Britaniya təhsilli idman həkimi Fərid Səlimov müasir fizioterapevtik yanaşma ilə sizin xidmətinizdədir. Diz, onurğa, çiyin, əzələ ağrılarına daha tez və müasir idman yanaşması ilə sizə kömək edə bilər. 055 318 83 94 nömrəsinə. Fərid doktor o qədər gözəl müalicə edir ki, o müalicədən danışanda fizioterapevtik və idman yanaşması ilə yadıma bir mahnı düşür. Deyir, belin ağrıyır, belinə qurban, başın ağrıyır, başına qurban. Elə bax, idmanla, fizioterapiya ilə çox uğurlu müalicələri məhz Fərid Səlimov sizə təqdim edir. Təşəkkür edirəm sizə, doktor, gəldiniz. Verilişimizdə belə bu qədər faydalı məlumat eşitdi bizim tamaşaçılarımız. Nəzərinizə çatdırım ki, Ay Həkimin bugünkü qonağı Azərbaycan Tibb Universitetinin Uşaq Xəstəlikləri kafedrasının dosenti Fəxriyə xanım Məmmədova idi. Özünüzə yaxşı baxın, sağlamlığınızı sağlam ikən qoruyun. Hələlik. Verilişin baş sponsoru Kalsi D3 Nikamet.